Rusiya Ermənistandan süd məhsullarının gətirilməsini qadağan edib. Teleqraf xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti iyulun 14-dən 21-nədək Ermənistan müəssisələrində apardığı yoxlamalardan sonra bu ölkədən süd məhsullarının idxalını tamamilə dayandırıb. Rəsmi məlumata görə ixrac edilən məhsulların istehsalında xəstə heyvanların südündən və üçüncü ölkələrdən gətirilən keyfiyyətsiz xammaldan istifadə edildiyi aşkarlanıb. İyulun 27-sindən qüvvəyə minəcək bu qərar onsuz da dərin böhranda olan Ermənistan aqrar sektoruna növbəti ağır zərbədir. Moskvanın bu addımı İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma kursuna cavab olaraq tətbiq etdiyi geniş miqyaslı iqtisadi təzyiq siyasətinin davamıdır. Belə ki, bu ilin may ayından etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti fitosanitar yoxlamaları bəhanə edərək Ermənistandan gələn pomidor, xiyar, meyvə, mineral su və konyak idxalını kəskin məhdudlaşdırıb. Digər tərəfdən, Rusiyaya açılan yeganə quru yol olan Yuxarı Lars keçid məntəqəsinin tez-tez bağlanması erməni məhsullarının ünvana çatmadan yollarda xarab olmasına gətirib çıxarır. Bu məhdudiyyətlər fonunda Ermənistanda fermerlər məhsullarının ixracı və satışı ilə bağlı yaranan ciddi problemlərə görə yenidən küçələrə axışıblar. Ötən günlərdə etirazçılar ölkənin cənub-qərbində yerləşən və İran sərhəddinə aparan İrəvan-Yesark beynəlxalq avtomobil yolunu bağlayıblar. Sakinlər onlarla ton pomidor və xiyarın tarlalarda qalıb çürüdüyünü, yerli emal müəssisələrinin isə ixrac çətinliklərini əsas gətirərək məhsulu almaqdan imtina etdiyini bildirirlər. Ermənistan iqtisadiyyatı üçün kənd təsərrüfatı mühüm yer tutsa da ölkənin aqrar sektoru demək olar ki, tamamilə bir bazardan, Rusiyadan asılıdır. Baş nazir Nikol Paşinyan yaranmış vəziyyətdən çıxış yolu kimi Avropa İttifaqı və ABŞ bazarlarına inteqrasiya etməyə çalışır. Hətta Brüsselin erməni mallarına azad ticarət rejimi tətbiq edəcəyi və 50 milyon avrodan çox maliyyə yardımı alacağı vəd olunub. Lakin reallıq fərqlidir. Məsələn, ölkənin əsas brendi olan ərik ixracında Avropa bazarı hələ də sıfır vəziyyətindədir və məhsullar əsasən ərəb ölkələrinə yönləndirilir. Mütəxəssislər hesab edirlər ki, yeni bazarlar tapmadan Rusiya ilə iqtisadi əlaqələrin qırılması İrəvanı dərin böhrana sürükləyə bilər və bu vəziyyət Rusiya yönlü müxalifət üçün hökumətə təzyiq etmək naminə əlavə fürsətdir. Bu mənada yaranmış vəziyyət Azərbaycanla nəqliyyat yollarının açılmasının və Zəngəzur dəhlizinin önəmini yenidən gündəmə gətirir. Çünki bu yollar açılacağı təqdirdə Ermənistan öz məhsullarını Mərkəzi Asiya bazarlarına rahatlıqla çıxara bilər. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.